Ki mənim əziz nəvələrimdir. Onlar üçün çox darıxmışdım. Salam. Salam, qonşu, necəsən? Yaxşıyam, sağ ol, sən necəsən? Mən də yaxşıyam. Deyəsən, iş görürdü, səni narahat eləmədim. Yox, xoş mənim üçün. Evdə isti qoğan pişirmişdim, dedim, sənə də gətirim. Niyə bu qədər əziyyət çəkirdin? Yenə də çox sağ ol. Payın artıq olsun. Sözü belə olmaz. Mənim üçün xoşdur. Aleyküm salam, İbadə bacım, mən də buradayım. Salam qonşu. Nəvələrimiz gəlib çıxmayıb. Deyirlər ki, yoldadılar. İndiyə gəlib çıxalım. Gələrlər. Evdə, ocağın üstündə mənim yeməyim var. Gedim birdən daşar. Sağ ol onda. Sağ ol, Mərhəmət. Deyəsən nəvələrim gəldi. Qoy gedim, qapımı açım. Salam mənim gözəl nəvə, necəsən? Hello, how are you? Ay baba, sən nə deyirsən danışırsan? Mən sənə heç nə başa düşmədim. Oh my god. Hello grandfather, how are you? Nə deyirsən, avariya olur? Ay aman. Elə, mən sənin olsa dediyindən heç də başa düşmədim. Sənə yemək gətirdim. Deyəsən, nəvəm gəldi. Salam. Mən babuşka. Ay baba, sən nə deyirdi danışırsan? Mən sənin dediyindən heç də başa düşmədim. Öyle ki, mən sənin nənənəm. Babam o deyil, oturub orada. Deduşka. Nə deyirsən, hinduşka almışsan? Qoy, gedim. Baxın. Salam, mənədir. Salam mənim ağıllı qızım. Sən nə yaşlı İngilizcə danışmazsın? Uşaq mənim. Salam babam. Salam, mənim ağlı balam. Sən nə yaxşı bizim dildə danışırsan. Elə bildim ki, sən də kişilər dilində danışırsan. Onların hərəsi bir dildə danışırlar. Uşaqlar, niyə öz dilimizdə danışmıyorsun? Özümüzün möhtəşəm dili var. Düz deyirsən, mənim ağlı balam. Düzdür, o bilir dilləri bilmək pis deyil. Amma ilk olaraq öz möhtəşəm dilimizi sevib qoymalıyıq. Yəqin ki, çox azsınız. Mən sizə çoxlu yeməklər pişirmişəm. Qoy onları gətirin. Doyunca almışıq.